Sink lövhəni quruluşun nitrat məhluluna saldıqda bunun kütləsi bu qədər artmışdır. Bu zaman məhlulda necə qalır? Deməli, ümumiyyətlə bu lövhə məsələlərini bu belə deyim də mən sizə. Bu əsl belə düşün də, sən belə düşün. Qabdır. Qabın içərisində quruluşun nitrat məhlulu var. Quruluşunun NO3-də həll olur. Təbii ki, belə dördə gözlə görmürsən də, sən duzu əmriniblər suda, qışın şəffaf bir su. Bir dənə bir sink lövhə gəlir, sink parçası. Nə parçası? Sink. Atıram bu qaba. Mən də bilirəm ki, sink quruluşundan əvvəl yerləşir də elektrik kimyəvi gərginlik sırasında. Sink quruluşunu çıxaracaq. Deməli, sink də quruluşun nitratla reaksiyasını yazıram. Sink keçir onun yerinə. Quruluşunu çıxarır. Elə bir ki, qab bu vəziyyətdən bu vəziyyətə gəlir. Sink NO3 alınır. Qabdan çıxan nədir bəs? Quruluşum çıxdı sonra. Mənim saldığım lövhə bu idi. Çıxartdığım lövhə budur. Saldığım neçə qramdır saldığım? 65 qram. Deyək 1 mol götürmüşəm də. Çıxartdığım neçə qramdır bəs çıxartdığım? 207. İndi avalam, mən 65 manat verdim, 207 manat aldım. Mən qazandım, yoxsa uduzdum? Mənəm də, bu lövhə mənəm. Bax, sink 65 girir, bu lövhədir bu. Girən lövhə budur. Çıxan lövhə də budur. Neçə çıxır lövhə? 207. İndi bu 65 girib 207 çıxıb. Nə qədər artıb lövhənin kütləsi? 142 qram artdı. Artdı. Lövhə artdı. Bizə nə qədər artıb lövhə bəs? Doğrusu bu aşağıya bunu yazaq. 142 qram artdı. Bizə nə qədər artıb bəs? 14-12. Yəni neçə dəfə azdır bizim artımımız? 10 dəfə. O zaman hər şey 10 dəfə az götürüb. Sink 10 dəfə az giribdi, quruluşun da 10 dəfə azalmışdı. Bizdən nə soruşmuşdu? Neçə qram sink keçmişdi? Məhlula 6.5 qram sink keçibdi. Məhlulda nə qədər quruluşun çıxıb? Məhlul nə qədər itiribdi? 14-12. Lövhə yəni 14.2 artıbsa, məhlul deməli 14.2 itirib. Mən bir müəssisədə işə başlayıram, ayın sonunda mən 1000 manat maaş alıram. Mən 1000 manat qazanıramsa, o müəssisə 1000 manatı neyini? Bitirir. İndi mən o müəssisə ola bilər daha çox pul qazandırmışam, 10.000 qazandırmışam, mənə 1000 manat maaş verir, söhbət ona getmir. Həmin an üçün büdcədən mənə 1000 manat verilirsə, o 1000 manat mən qazanıramsa, müəssisə o 1000 manatı neyini? Bitirir də. Mən deyim neçə qram sink keçmişdi? 6.1. 6.5 sink aldım. Bəs lövhəyə neçə qram quruluşun keçib? 20.7. Məhlul neçə qram kütləsi azalıb? Məhlul. Məhlul azalıb. Çünki onu keçib baxın şey. Sonra 94. Hansı reaksiya məhlula baş vermir? Baş vermir deyirsə, baxalım da. Dəmir sinki çıxaramaz, sinkdən sonra yerləşir. Sink, xrom, sonra gəlir də dəmir. Dəmir sinkdən axı elektrokimyəvi gərginlik yaşanır. Ona görə də bu mümkün deyil. Digər hamısı mümkün deyil, hansı siz yazmışsınız. Bu niyə mümkündür? Çünki az əvvəl yazında sink quruluşunu çıxarır. Bu niyə mümkündür? Duru turşulardan hidrogen çıxaracaq. Sink sülfat və hidrogen. Bu niyə mümkündür? Yenə eynidir. Sink klorid və hidrogen. Bu niyə mümkündür? Duzla əsas nə zaman girir? İkisi də suda həll olsun, almalardan biri. Burada alınır sink hidroksid çöküntüsü və natrium klor. Çöküntü alınır deyə reaksiya getdi də. Sonra hansı reaksiyada göstərilən mol nisbəti 2 qat duz alınır? 2 qat duzun gəlir 2 müxtəlif metal olsun. Belə deyir. Bu da elə budur da. Bu deyil. Natrium, kalium, SO4 və 2 molda su. Elə. Burada normal duz alınır. Burada alınır qarışıq duz. Nə alınır? Kuprum, NO3, klor və 2 mol su. Ümumiyyətlə burada alınır turş duz. Natrium, hidro, sülfat alınır. Nə alınır? Turş duz. Turşu çox əsaslı turşu öz normal duzu ilə girib turş duz əmələ gətirə bilir. Bu çox əsaslı turşudur da. Öz normal duzu metalların birini qovdu, öz hidrogeni qoydu onun yerinə. Amma sonuncu metalı oradan çıxartmaq olmur. Yəni bunu da götürüb sülfat turşuna sallasan getməyəcək reaksiya. Buradan bitdi elə. Keçək. 111-ə qədər var sualımız. Baxmışım orada. Baxmışıq, yaxşı. 111. Birincisi H-xlor magnezium karbonatdan nəyi çıxarar? Deməli, bu reaksiya belədir. Magnezium karbonat üstəgən H-xlor. Alınacaq magnezium, xlor 2 və H2CO.
Çünki qüvvətli turşu, zəif turşunu çıxarır. Çıxarır. İndi burada X yəqin ki, magnezium klorid, kalium karbonatla girərmi? Girər. Girər. Deməli, Təzdən ilə. Bu da girər. Bu da girər. Yəni X bu da ola bilər, bu da ola bilər. X ikisi də ola. Birinci magnezium kloriddən yazaq. Magnezium klorid, kalium karbonatdan girirmi? Bəli, girir. Niyə? İkisi də suda əldə olan duzdur. Alınanlardan da biri nədir? Çöküntü. Magnezium karbonat çöküntüsü və kalium klorid. Olar. Bəs bu necə girərmi? H2CO3 girərmi kalium karbonatdan? Girər. Çünki bilirsiniz də niyə girər? Çünki turşu çox əsaslıdırsa öz normal duzu ilə girir. Alınır kalium hidrokarbonat. Amma məhsulda kalium hidrokarbonat yoxdur axı. Deməli söhbət bu reaksiyadan getmir. Söhbət bu reaksiyadan getmir. Söhbət bu reaksiyadan gedir. Y-imizdə bizim magnezium karbonatdır. Y-imiz nədir? Magnezium karbonat. Analiz sualı idi bir dənə, maraqlı sual idi. Davam eləyək. 113. Burada bizə kristal hidratlar veribdir. Formulları yazmaq sadəcə əzbər bilməliyiz. Bir kuprosu göydaşmanıdır deyirlər. Kuprom SO4 vurulsun 5 mol H2O budur. Kristalik soda natrium karbonat vurulsun 10 mol sudur. Təbii gipslər kalsiyum SO4 vurulsun 2 mol sudur. Bunlarda sularında cəmi 17 edirlər. Aydındır. Suların cəmi neçə edir? Əsasən bunları əzbər bilməlisən. Aydındır. Bu birinci dərsi sonundakılar. Bəli, bəli. Birinci dərsin sonunda vermişdim bunları. Ola bilər də. Sonra. Bunu artıq yazmağı bilirsiniz. Artıq yazmağı bilirsiniz. Bir dənə alüminium OH 3 götürəcəm, 2 dənə də H olur. Bir sual, neçə mol su yaranacaq? 2. Neçə mol su yaranacaq? Niyə? Çünki burada OH neçədir? H neçədir? Az olaraq. Yəni 2 dənə su yaranacaq. Yerdə qalanları yazaq. Bir dənə alüminium qalıb. OH bir də xlor. OH-ın neçə qalıb? Bir dənə. Xlorun neçə qalıb? 2 dənə. Əgər bu 2 qalıbsa, bunun ayağında 2 yaz düzəlsin də. Alınan duz budur. Alüminium hidroksoklorid. Alüminium hidroksoklorid. Kütlə hesablamaqda sizliklə hesablaya bilərsiniz. Siz mən hesablayın, siz özünüz hesablayın. 95 tamam. Yəni bunun kütləsi neçədir? 78. Bunun kütləsi 36.5 2 evrada 73. Bunun kütləsi 36, buna da bir M denən tapmış. 95. Yəni bunları belə evi tapa bilərsiniz. 95. Əgər sırf alüminiumu, OH-ı falan filan istəmirsənsə tapmaq olur. Rahat. Aydındır da, əsas məsələ duzu almaq idi. Onun nismal kütləsini hesablamaq elə də çətin deyil. Sonra 119. Eyni faizli qatılıqda və eyni kütlədə natrium OH və flor turşusu məhlulu qarşılıqda alınan məhlulda hansı maddələr olar? Birincisi uşaqlar. Sən natrium OH-la H-kloru reaksiya salıb normal duz alarsan, natrium klor alarsan və nə alarsan? Və normalda bunun neçə qramı girir? 40 qramı girir. Bunun neçə qramı ilə girir? 36.5 qramı ilə girir. İndi sual verirəm sizə. Əgər eyni faizli qatılıqlı iki məhlul varsa, məsələn, natrium OH-ın da 40 faizli məhlul olsun, bunun da 40 faizli məhlul olsun. Bunun da 100 qram olsun, bu da 100 qram olsun. Bunlar təbii ki, özümdən dedim. 100 olur, 1000 olur, x olur, fərq yoxdur. İndi 100-ün 40 faizi nə qədər edir? 40 qram. Bu olur 40 qram. Bəs burada 100-ün 40 faizi nə qədər edir? Bu da 40 qram. 40 qram. Deməli, iki maddənin ikisi də 40 qramdır. Yəni, əslində söz belədir ki, bunlar bərabər kütlədə götürülürlər. Yəni, bu cümlə deyir, ha, eyni faizli qatılıqda və eyni kütlədə. Demək istəyir ki, bunların natrium OH-la H-klorun kütləsi eynidirsə, kim artıq qalacaq? Kim tam sərfli olacaq? Onu soruşur. Mən görürəm ki, bu 40 girəndə bu nə qədər girir? 36. İndi kim çox xərcləyir, kim çox sərf eləyir? Klorid. Niyə xlorid 36.5 qram cəmi girir? Axı 40 girdi dedi. Avalan 40 demirəm 40 girib ki, 40 vardı deyirəm. Giriblər dükana bu 40 manat xərcləyib, bu 36.5 manat. Natrium hestat. Elə bir hər dükana girəndə bu 40 xərcləyir, bu 36. Kimi pul tutar? İşdə 1000 manatı var. Natrium. Deməli, natrium OH tam sərf olunur, elə deyil.
O zaman aşkulor artıq qalır da. Deməli, aşkulor nə oldu? Artıq. Artıq qalanda məhlulda, hətta deməli məhlulda aşkulor var. Eyni zamanda natrium xlor da nə olur? Əmələ gəlir. Deməli, məhlulda natrium xlor da var. Amma natrium OH yoxdur. Niyə yoxdur? Tam səhv olundu axı. Elədir. İndi sual, məhlulda nələr var? Aşkulor var, çünki o artıq qalıb məhlulun içindədir. Və natrium xlor var, çünki o da əmələ gəlibdir. Su zaten həll edicidir, hə? Söhbət həll olan maddələrdən gelir. Su da oradadır da, məhlulda su da var, amma cavab variantlarında fikir ver, su vermir. Həll olanları deyir də, həll edicini deyir. Yaxşı? Su da oradadır, bəli, su da var. Yaxşı mı? Qoy suyu da yazın bura. Sənin könlün rahat olsun. Bunlar həll olandır, burada su da var, həll edici. Bu qabın içində bunlar vardılar. Cavab variantını nə götürəsən onda? Aydındır? Başa düşdü? Ha? Ayşə. Devam edelim. Şimdi bu 140% mən bunları şərti olaraq götürdüm. Ama məntiqi başa düşdünüz də, sən sonra. Sonra, devam edelim. Neçə? 121. Eşidirsən məni? Bizim əlimizdə var gümüş nitrat. Nə var? Gümüş nitrat. Bir də əlimizdə var H-klor. Nə var? Bunlar reaksiya girirlər. Əslində H-klor nitratı nə zaman çıxarırdı? Çöküntü alınanda. Həqiqətən də gümüş klorid çöküntüsü alınır. Gümüş klorid çöküntüsü. Ağ rəngli çöküntüsü. Danışırıq. Bu reaksiya gedir. İndi burada bir məsələ var. Görək bizim nə qədər gümüş nitratımız var, neçə qram H-klorumuz var. Gümüş nitrat məhlulu 200 qramda neçə faizlidir? 17. Yəni 17% gümüş nitratdır. 217% neçə qram edir? Deməli, mənim 34 qram gümüş nitratım var. Nə qədər var? Bəs H-klorum nə qədərdir? 36.5 qram 30%. 36.5'in 30%'inde bir dənə tapın da. Vurun bir dənə görə neçə edir. 10 tam onda neçə eləməlidir? 10 tam %95. Olsun. Deməli 10 tam %95 qramda mənim nəyim var? H-klorum var. Elə? Nə oldu? Düz vurmadı. Yaxşı. Normalda bu neçə qram girir? 170 qram. Neçə qramdan girir? 36.5 qram. Hesabı kimə görə aparır uşaqlar? Az olan. Azı necə təyin edirdik? Nisbəti az olan. Deməli 34'ü böləcəm 170'ə. Müqayisə edəcəm 10.95 bölünsün 36.5. Bu kiçikdir bu arada. Bu arada ki, bu təqribən bir 3'də 1'ə yaxın bir şeydir. Bu isə 5'də 1'ə yaxındır. Aydın da mən bunu şey eləmirəm, tam bölmürəm. Bu ədəd 5'də 1'ə oxşuyur. Bu ədəd isə 3'də 1'ə oxşuyur. Təbii ki, bu kiçikdir. Böyle bu tam sərf olunar. Hesabı kimə görə aparacam? 34. İndi bu 34 bunun 5'də 1'i deyil. Bunu 5'ə böləndə neçə edir? 7 tam 14. %3. Deməli, mənim 10 tam %95 qram H-klorum qalsa da o nə qədər reaksiya girir? O zaman nə qədər artıq qalıb? 3'dən %65 qram H-klor artıq qaldı. Elə? İndi bu nə deyir ki? Xlor diyonların sayını istəyir, hə? O zaman qulaq as mənimə. 3'dən %36 qram neçə mi oldu? 0.1 mol. İndi H-klor dissosiasiya eləsən, nə verər bizə? H müsbət bir də nə? Xlor mənfi. Bunun 1 molu neçə mol xlor mənfi verir? 1. O zaman 0.1 mol nə qədər verər? 0.1 molu saya çevirəndə nəyə vurursan? Altdan %2 vur 10 üstü. 23. O da olur altdan %2 vur 10 üstü 22. Bu qədər sayda xlor iyonu var. Amma burada şərtdə deyəydi ya gedək bizə. H-klor tam dissosiasiya edir. O şərti demir bizə, amma biz başqa cür qəbul edə bilmirəm. Çünki dissosiasiya Sonra gedəndə 24 eləmir. 24 eləyəlim məncə. 0.1'i var arada ya altdan %2 vur 10 üstü 23. Yox. Bəli də 24 eləyirdim. 24 nədir? 10 üstü 24 də. 0.1'i var arada. Doğru. 0.1 10 üstü mənfi 1. Ha. 0.1 10 üstü mənfi. Sonra neydi? 0.1 10 üstü Mən sola mənfi 1. getməyib görürəm. Sola getdik, biz saxladıq da sola getmədik, bunu elədik. Orada 6 tam %2. Yaxşı, sən fikir. 10 üstü mənfi 1 vurulsun, 10 üstü 23. Neçə idi də bu? 22. Bəs sola gedəndə artımır, ona görə deyəm. İndi onu da Riyaziyyat müəlliminə dəqiqləşdirərsən də. Aynı cibə. Yaxşı bu qədər. Sonra, devam edək. 123. Neçə? 123.
Deməli, bu qədər natrium karbonatın artıq miqdarda kalsium hidroksidlə qarşılıqlı təsirindən əmələ gələn natrium OH neçə qram mis-2 sülfat reaksiyaya daxil olur? Deməli, iki reaksiya aparmalıyam. Bir, natrium karbonatla kalsium hidroksidi salmalıyam. Elə alınacaq natrium hidroksid və kalsium karbonat çöküntüsü. Elə. Sonra alınan natrium hidroksidə nə ilə salmalıyam? Mis-2 sülfatla salmalıyam. Burada da alınır mis-2 hidroksid və natrium 2SO4. Bu iki reaksiyanı aparmalıyam. Sadəcə olaraq birincidən aldığım natrium OH neçə qram bundan girəcək onu tapmalıyam. Bunu əmsallaşdıra biləm. Burada bir 2 yazsaq düzəlir də deyəsən. Düzəldi mi? Düzəldi? Normalda bu. Natrium karbonat. Neçə qramdır? 106 qram. Bunun 106 qramı girəndə neçə mol natrium OH alınır? 2 mol. Bizdə nə qədər var natrium karbonat? 10,6 qram. O zaman neçə mol alınacaq? 0,2 mol. 10 dəfə az, 10 dəfə az. Elədir. Bəs deyirsən, niyə kalsium hidroksid nəzərə alınmadı? Çünki onu artıq miqdarda verib. Yəni o bol var. O nə qədər istəyən var. O zaman belə çıxır ki, mən 10,6 qram natrium karbonatdan 0,2 mol natrium OH aldım. Elədir, elədir. İndi mənə soruşur ki, həmin o 0,2 mol natrium OH-dan neçə qram mis-2 sülfat girər? X demək, ona bir Y deyək. Bunu soruşur da elədir. Normalda bunun 1 mol yox, bunu əmsallaşdırır da. 2 yazsaq düzəldirmi? Baxaq. 2 yazsaq düzəldir. Normalda bunun 2 molu ilə neçə qram girir uşaqlar? 160 qram. 0,2 ilə nə qədər girer? 10 dəfə az, 10 dəfə az. Neçə qram? 16 qram. Onda belə çıxır ki, 10,6 qram natrium karbonatdan alınan natrium OH 16 qram mis-2 sülfatı və qarşılıqlı təsirdə olur. Aydındır? Başa düşdünüz? Dəqiq? Yaxşı. Yüz neçə? 125. Tərkibində 14,6 qram H-klor olan məhlulda 4 qram natrium OH və 5,6 qram kalium OH qarşılığı ilə təsir etdikdə reaksiyadan sonra məhlulda hansı maddələr olar? Deməli, birincisi natrium OH-da H-klorla reaksiyaya girəcək. Kalium OH-da H-klorla reaksiyaya girəcək. Burada alınacaq natrium klor və su. Burada alınacaq kalium klor və su. Mənim H-klorum nə qədər var ümumiyyətlə? 14,6 qram. Natrium OH-ın nə qədərdir? 4. Normalda bunun 40 qramı nə qədərlə girir? 4 qramı nə qədərlə girir? 3,65 getdi burada. Bu normalda 56 qramı nə qədərlə girir? 36,5. 5,6-sı nə qədərlə girir? 3,65 ilə girdi. Mənim 3,65 burada itirdim, 3,65 burada itirdim. Mənim nə qədər var idi? 14,6. O zaman 7,3 gedib də, bunların cəmi 7,3 edir. O zaman mənim əlimdə 7,3 qram H-klor qalıb. Bir də əmələ gələn natrium klorum var, bir də nəyim var? Kalium klorum. Natrium OH-ım və kalium OH-ım qalmadı, çünki onlar tam reaksiyaya girdilər. O zaman sonda qabda bunlar var da, elədir? H-klorun artıq qalanı kalium klor və natrium klor. Onların kütləsini hesablamadım, hesablaya bilərəm nə qədər alındıqları. Önəmli deyil deyə hesablamadım, vacib deyil deyə hesablamadım. Aydındır? Gerçi atın. İki reaksiyada bir qabda ayrı-ayrı gedir. Gelir də özü üçün. 127. 2 də ətlə kartof bir qabda pişmir. Elədir. Sonra 27. hansı karbonatın parçalanması zamanı əmələ gələn hər iki oksid qələbinin suda məhlulda reaksiyaya girir? Qələbinin suda məhlulu, yəni əsasdan. Əsasdan turşu girər, bir də amfoter. Nə girər? Turşu və o zaman bəli, berilyum oksid və karbon qazı alınır. Bu amfoter oksiddir, bu isə turşu oksidir və təbii ki, o da qələbinin nə ilə girəcək? Suda məhlulu. Məsələn, natrium OH-da hər ikisi girər. Ümumiyyətlə metal karbonatlar hamısı necə parçalanırdı? Metal oksidi və karbonat. Bax, burada magnezium oksid, burada kalsium oksid, burada mis-2 oksid, burada da dəmir-2 oksid alınır. Bunlar hamısı əsas oksidlərdir. Əsas oksidlər qələbi ilə, yəni əsasla girməz. Amma amfoter girər. İstəsiniz reaksiyasını da yaza bilərəm. Yazın mı? Yaxşı. Devam edək. 131. Görək bizdən 131-də nə istəyir? Bizə
Deyir ki 131. Hansı maddələr suda yaxşı həll olur? Alınan maddələrə baxmalıyam. Burada alınır kuprum klorid 2. Bəli, suda yaxşı həll olur. Çünki kloridlərdən kimlər çöküntü idi? Gümüş klorid çöküntü idi və quruluşun klorid, gümüş bir klorid, bunlar çöküntü. Deməli, mis klorid yaxşı həll olur. Burada alınır və kuprum S. Sulfitlər hamısı çöküntü idi də, natrium, kalium, amoniumla başqa. Deməli, bu çöküntüdür, həll olunur. Burada alınır nə? Natrium, bu oksigenin kosmik gəmilərdə və sualtı qayıqlarda bərpansıdır reaksiyonatdır. Burada natrium karbonat alınır. Natriumun bütün tuzları suda yaxşı həll olur. Deməli, Z və X yaxşı həll olar, Y həll olmaz. 135 dediz elə. Deyir, bərabər mol miqdarda götürülmüş maddələrin reaksiyasından alınan duzların tipini müəyyən edin. Bərabər götürün. Yəni, hamısını bir-bir götürün. Başa düşmürəm, bir-bir əyinə Hə, bir-birindən. Birincidə kimlə kim girməlidir? orta fosfatın. Bir dənə kalsiyum OH2 götür, bir dənə də H3PO4 götür. Uşaqlar, burada necə duz alınacaq? H3 çoxdur da OH-dən. Tuş duzu alınacaq. Və yaxud da 2 dənə su alınacaq. Yerdə qaldı kalsiyum HPO4. Necə duzdur bu? Tuş duz. Deməli, birincidə tuş duz alınır. İkinci, bundan bunu götürürüm. Bir dənə alüminium OH3, bir dənə də H3PO4. Normal tuz. Necə normal duz alınacaq? Çünki 3 dənə su çıxacaq. Bəli. Alınacaq alüminium PO4. Normal duz. Necə duz? Normal. Üçüncüdə bir götürürəm. Bir dənə alüminium OH3, bir dənə H2SO4. Burada necə duz alınır? 2 hidrogen var, 3 dənə. 2 dənə su. Əldə qaldı alüminium OH SO4. Necə duzdur bu? Əsas. Əsası duz. Dördüncüdə yenə normal duz olar. Çünki kalsiyum OH2 götürəcəm, bir də H2SO4 1:1. Hə? Neçə mol su çıxacaq? 2 mol su və kalsiyum SO4. Bu da necə duzdur? Normal. Tabii ki, qalanı sizlikdir, uyğunlaşdırmaq. Sonra baxaq 130 neçəyə? 141. 141. Sıra nömrəsi 20 olan elementin sulfid, nitrat və hidrofortu olması duzlarının formunu müəyyən. Yola, sıra nömrəsi 20 neçənci qrupda yerləşir. Gəlin qrupun təyin edək, görə neçə valentdə olacaq. Deməli, sıra nömrəsi 20 olan X, 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 4S2 ilə bitdi. 4S2 ilə bitirsə, neçənci dövrdür? Dördüncü dövr, neçənci qrup? İkinci qrup, S elementi olduğu üçün də əsas. Demişdik 1, 2, 3-cü qrupda yerləşənlər sabit valentli olur. Deməli, X sabit valentlidir, sabit 2 valentlidir. Neçə valentlidir? 2. Sulfidin deyirsə H2S-dən. 2 hidrogentirəndə neçə valentli olur? O da 2. O zaman XS alınır. Sonra nə indik bizə? Nitratın. HNO3. Bir dənə Bir dənə itirdiyi üçün necə valentlidir? 1. O zaman X 2 valentli, NO3 1 valentli, formulu olmadı? 2. Bir də nə istəyir bizdən? Hidro ortofosfat. Nə istəyir? H3PO4 hidro ortofosfata çevirməlidir. Yəni HPO4-ə çevirməlidir. Neçə hidrogen itirdik? O zaman bu neçə valentli oldu? 2. X-də 2 valentli olduğu üçün də formul XH PO4 olacaq. Aydındır? 100%. Amma ortofosfat desəydi, 3 valent götürərdim onu. 3 valent valent. Bunu tam başa düşdünüz? Ha. Baxaq, 140 neçə? 147. 147. Deyir, uyğun olanları müəyyən edin. Gəl, hər üç reaksiyanı yazaq, görək nə olur da. Birinci reaksiyada natrium karbonat H2CO3-dən girəndə. Deyəsən, mənim H2CO3 demir, bax, H2O ilə CO2 deyil. Zaten H2CO3-də parçalanmış alır. Turşu öz normal duzu ilə girib turş duz verir. Nə verir? Turş duz verir. Necə duz? Turş duz. İkinci reaksiyada. Uşaqlar, sink natrium karbonatdan çıxara bilər natriumu? Çıxara bilməz, sink ondan zəifdir. Yəni reaksiyaya getmir. Üçüncü reaksiyaya baxaq. Qüvvətli turşu zəif turşunu duzundan sıxışdırıb, yəni klorid karbonatı çıxaracaq. Natrium klorid alınacaq, bir də H2CO3. O da parçalanır. H2O-ya və CO2-yə. Aydındır? CO2 alınır. CO2 harada alındı? 3-də. CO2 alınır bu burada. Deməli, bu 1-ə bu getdi. Reaksiya getmir elə burada. Tuş duz alınır elə burada.
Çok daha uygunlaştır geç. 1'ə 3, 2'ye 2, cavab ver. Aban. Sonra 149. Deməli 150'ye kadar baxdıqda demək olar ha suallarınıza. Bizə nədir 149'da? Eyni metalın xlorid və xlorat duzlarında xlorun kütlə payının onların molar kütləsindən asılıdır. Sonra birincisi bunun grafiki burada düz değil. Bir də düz grafik seçəksiniz. Eyni bir metalın bir metal hansı metalı götürür? Könlünüz hansını istəyir? Məsələn, fərqi yoxdur. Bir valetli bir metal götürürəm. X neçə valetlidir? 1. Xlorid deyir, yəni H-xlor. Bu bir də hidrogetirdiyi üçün neçə valetli olacaq? Formul budur. İkincisi sonra nədir? Xlorid. Xloridin formulu necədir? H-xlor O2. Düzdürmü? Bu hidrogen bir dənə itirdiyi üçün olacaq X-xlor O2. Üçüncüdə nə deyir bizə? Klorat. Xlorat. H-xlor O3. O da bir də hidrogen itirdiyi üçün X-xlor O3 olur. İndi məlum məsələdir ki, molar kütlə getdikcə nə olur? Artır. Artır. Elədir? Yəni bu istiqamətdə molar kütlə nə olur? Artır. Çünki bunun oksigeni yoxdur. Bunun kütləsində molar kütləsi M desəm, bunun kütləsi olur M+32. Bunun kütləsi olur M+ neçə? 48. 48. Yəni molar kütlə getdikcə artır. Molar kütlə getdikcə nə olur? Artır. Şöyle bu olsun molar kütlə. Gözüm şuradan çəkin. Görsənir də, hə? Bəli. Bu olsun molar kütlə. Birincidə M götürdük. Obusu nə oldu? M plus neçə? 32. 32 obusu nə oldu? M plus neçə? 48. İndi sual verirəm. Ay uşaqlar. Burada X-in bir ədədi qiyməti bir dənədir. Elə deyil. Neçədir? Bir də Tutaq ki, deyək X burada neçədir? X. Deyək ki, bunun kütləsi 80, X də 40-dır. 50% olmur. Bəli. 50% olmur. Deyək o bir nöqtədir də, bir nöqtə. Buna uyğun gələn bir nöqtə var. Buna uyğun gələn də bir nöqtə var. Çünki X-in payı düşəcək aşağı. Buna da uyğun gələn bir nöqtə var, hə? Amma mən bunları birləşdirə bilmərəm. Bunlar çünki funksiya deyil axı bu. Bu asıllıq belə deyil, axı 3 dənə nöqtə olmalıdır cavab. Cavab nə olmalıdır? 3 sənədir. Yəni mən bunları belə birləşdirim, azalma yazım, belə bir şey eləyə bilmərəm. Az belə yaz, əlbəttə belə yaz. Bunlar yanlışdır. Burada düzgün cavab yoxdur amma. Yəqin cavabı avandı, xlorun payındır da o. Yəqin cavabı avandı verir, amma düz deyil, yəni belə çəkə bilmərəm mən aşağıda. Çünki molar kütlə kəsilsin deyil, bunlar görünən boyda fərqi var. Bu arada biri var mı, həm? Onda o uyğun bir nöqtə olsun. Xeyr. Bu xətt nəyi göstərir? Hər nöqtənin həm x-dən y koordinatında yeri var, hər nöqtənin, hə? Yoxdur axı bizdə belə bir şey. Cəmi 3 dənə nöqtədən söhbət gedir. O üçün bunun qrafiki bu şəkildədir. Düz verilməyib orada. Cavab variantları. Aydındır? Başa düşdünüz? Dəqiq? Bəli. Belə. Başqa var sual? 149-dan sonra neçəyə baxaq? Varsa verin sual. Buyurun. 159. 159? Yox, 159. Deməli bizə bir neçə reaksiya verir. Təbii ki, məhsulları təxmin edəcək, işləyəcək. Təbii ki, alüminium H-xlorla girəndə alüminium xlor 3 verir. Nə verir? Alüminium xlor. Deməli, X-imiz alüminium xlor 3'dür. Sonra bu alüminium xlor üçün natrium OH-la salınır. Natrium xlor alınır, bir də alüminium OH3 alınır. Nə alınır? Alüminium OH3 isə Z-dən girib natrium alüminium O2 verir. Deməli, bu Z-dən natrium hidroksid ola bilər. Nə ola bilər? Hidroksid. Aha. Bunun X-in alüminium xlor 3, Y-in alüminium OH3. Sən bedir. Məncə bu cavab burada olur. Mən çıxışdı da. D var. Çıxışdı. Bunlar üçünü də vermişdim, değil mi? Nəzəriyyədə bunların hamısı var. Başa düşmədi? Sən qıraqda yazın reaksiyaları. Sonra neçə istəyirsən? Sonra yazmışım. Yazmışsan? O zaman bunu burada saxlayaq.